Alman riyaziyyatının atası sayılan David Hilbertə bir gün belə bir söz deyirlər ki, şagirdlərindən biri artıq riyaziyyatla məşğul olmur, şeir yazmaqla məşğuldur. O isə deyir ki, yaxşı eləyib, onsuz da onun riyaziyyat öyrənəcək qədər güclü təxəyyülü, fantaziyası yox idi. Dünyada məşhur bir riyaziyyatçı Cahid Arif isə riyaziyyat öyrənmənin bir səbr işi olduğunu deyir. Yəni dövrümüzün ən məşhur, ən güclü riyaziyyatçılarından biri olan Terenci deyir ki, riyaziyyat öyrənmək güclü əzmkarlıqdan, ağır işdən keçir. Yəni çalışmaqdan keçir. Yəni burada bizə həm fantaziya, yəni güclü təxəyyül, həm səbr, həm də ciddi formada çalışmaq lazımdır. Biz isə imtahana hazırlaşarkən bunlar arasında vəhdət qurmağa çalışırıq. İmtahanlara daha yüksək keyfiyyətlə hazırlaşmaq istəyirsinizsə, avqust ayının sonundan başlayacaq qruplarınız üçün bizimlə əlaqə saxlaya bilərsiniz.